Hörmətli Səfər müəllim, hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, hər birinizi salamlayıram. Bugünkü tədbir Sədrəli rayon icra hakimiyyətinin və Vətəndaş Tribunası İctimai Birliyinin birgə təşkilatçılığı ilə Böyük Türk Birliyinin inkişaf perspektivləri mövzusunda olacaq. Tədbirə başlamamışdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz tarixəsini irəliləri şükürlər edirəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İlk öncə çıxış edib mən Türk Dövlətləri Təşkilatının yaranmasından qısa məlumat vermək istəyərdim. Türk Dövlətləri Təşkilatı ilk dəfə 2009-cu ildə Naxçıvan şəhərində imzalanmış Naxçıvan sazişi əsasında Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası adı altında yaradılıb və əsası Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızistan Respublikası tərəfindən qoyulmuşdur. Sonradan Özbəkistan Respublikası da təşkilata üzv olmuş və hal-hazırda təşkilatı üzvlərinin sayı 5-dir. Daha sonra isə müşahidəçi qismində qoşulan 3 ölkə olmuşdur: Macaristan, Türkmənistan və Şimali Kipi Türk Respublikası. Dediyimiz kimi, təşkilat 2009-cu ildə Naxçıvan şəhərində Naxçıvan sazişi əsasında imzalanıb və ilk zirvə görüşü 2011-ci ildə Qazaxıstanda keçirilib və həmçinin ilk qeyri-rəsmi zirvə görüşü Azərbaycanda 2024-cü ildə Azərbaycanda Şuşa şəhərində keçirilmişdir. Və bu da Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə baş vermişdir. Sonra zirvə görüşləri və belə deyim, 12 noyabr 2021-ci il tarixdə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı adında fəaliyyətini davam etdirmişdir. Həmçinin həmin zirvə görüşü, 8-ci zirvə görüşü İstanbul şəhərində keçirilmiş və orada daha bir mühüm hadisə baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi tarixi qələbəyə görə Dövlət Başçıları Şurası tərəfindən Türk Dünyasının Ali Ordeni ilə təltif olunmuşdur. Həmçinin 11 noyabr 2022-ci ildə Səmərqəddə keçirilən zirvə görüşündə 2023-cü il Şamaxı şəhəri Türk Dünyasının turizm paytaxtı, Şuşa şəhəri isə Türk Dünyasının mədəniyyət paytaxtı olaraq paytaxtı seçilib. Deməli, təşkilatdan danışdıq. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında dostluğu artırmaq, iqtisadi və mədəni əlaqələri gücləndirmək, ortaq dil və tarixi bağları qorumaqdır. Fəaliyyət sahələri demək olar ki, bütün istiqamətlərdə fəaliyyət sahələri davam edir. İqtisadiyyat, nəqliyyat, gömrük, ədliyyə, miqrasiya və digər sahələrdə. Və ötən il Qəbələdə keçirilən zirvə görüşündə Cənab Prezidentin təşrifi ilə hərbi sahədə fəaliyyətlərin artırılması təşrif olundu. Bunun əsas səbəbi o idi ki, sülhün bərqərar olunması, yəni kiməsə qarşı döyüş deyil, sadəcə regionumuzun sabitliyi, regionumuzda sülhün təmin olunması idi. Artıq dedik ki, 5 üzvü vardır. Təşkilatın 180 milyonuna, təxminən 180 milyon əhalisi, yəni təşkilata daxil olan üzvlərin və 2 trilyon ABŞ dollarından artıq iqtisadi potensiala malik regional əməkdaşlıq platformasıdır. Çıxışım bu qədər. İndi isə çıxışı Vətəndaş Tribunası İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü Səfər müəllimə verirəm. Əziz sədrəlilər, hamınızı xoş gördük. Bizim dəvətimizi qəbul edib gəldiyimiz üçün təşəkkür edirəm. Çox sağ olun. Eyni zamanda Sədrəli rayon icra hakimiyyətinə təşkilat dəstəyə görə təşəkkür edirəm. Layihəmiz
budur. Böyük Türk Birliği'nin integrasiya perspektifləri, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi tərəfindən maliyyələşdirilən bir layihədir. Bu layihə çərçivəsində biz müxtəlif tədbirlər keçiririk. Bu cümlədən Naxçıvan Muxtar Respublikasında Şərur rayonunda, Sədrək rayonunda və Naxçıvan şəhərində bu formatda görüşlərin keçirilməsi nəzərdə tutulur. Dünən biz Şərur rayonunda keçirdik görüşü, bugün Sədrəkdəyik. İmam müəllimin qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatı bütün Türk dilli xalqların gələcəyini, inkişafını və təhlükəsizliyini təmin etmək üçün yaradılmış bir qurumdur. Bilirsiniz ki, Türk adı dünyada çox məşhurdur. Baxmayaraq ki, bizim yaşadığımız ölkə formatında 200 ilə yaxın bu söz də, ad da müəyyən mənada yox, sözün tam mənasında qadanan olunmuş, tabu qoyulmuş anlayışlardan biriydi. Onun nəticəsidir ki, biz hələ də bir sıra mənəvi və mədəni bağlarımıza, hətta dövlət müstəqilliyi dövründə çatmağa belə çətinlik çəkirik. Amma bu birlik ona görə yaradılır ki, bütün keçmişin bu mənfi qalıqları ortadan qaldırılsın və Türk xalqları vahid platformadan dünya sisteminə öz inteqrasiyasını möhkəmləndirsin. Avropa bizim birliyimizdən bir qədər ehtiyat edir. Çin istəmir. Amerika Birləşmiş Ştatları da öz maraqları çərçivəsində bu birlikdən faydalanmağa çalışır. Bu yolun Zəngəzur dəhlizinin açılmamasının, ləngiməsinin də səbəblərindən biri zaten İranın münasibətidir ki, bu münasibəti demək tənzimləməyə çalışır Türk Dövlətləri Başkanlığı. 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə Donald Trump'ın iştirakı ilə baş tutmuş İlham Əliyev və Paşinyan arasında baş tutmuş görüş Zəngəzur yolunun açılmasında çox vacib və mühüm bir mərhələdir. Ümumiyyətlə, iqtisadi baxımdan götürəndə bu birlik də elə öncə iqtisadi baxımdan nəzərdə tutulur ki, dövlətlərin inkişafına, xalqların rifahına xidmət eləsin. Dünyanın iqtisadi nəhəngi Çin və Çində istehsal olunan mallar bugün bütün dünyanın hər yerinə gedir. Avropada o cümlədən Rusiya üzərindən artıq neçə illərdir ki, getməkdə davam edir. Ancaq bugün Rusiyada müharibə gedir, Rusiyanın perspektivi biraz Çinlilərə qeyri-müəyyən göründüyü üçün bunlar istəyirlər ki, alternativ yollar olsun. Bu baxımdan qədim İpək yolunu və demək, bunlar işə salmağa, Türk Dövlətləri Birliyinin iştirakı ilə işə salmağa çalışılır. Orta dəhliz deyilən bu yol Çindən, Qazaxıstan üzərindən və Xəzər dənizindən keçərək Azərbaycandan Gürcistana, buradan da Türkiyə üzərindən Avropaya nəzərdə tutulur. Orta dəhlizin işlək qolu bu saat odur. Artıq oradan yüklər gedir, qatarlar gedir. Siz bilirsiniz ki, Cənab İlham Əliyev yaxın vaxtlarda bu il ərzində Gürcistana səfər elədi. Çünki Zəngəzur qolunun açılmasının ləngiməsi bizə Gürcistanla müəyyən məsələləri tənzimləməyə və yoluna qoymağa zəruridir. Gürcistan yolunda dəmir yolunun demək, Türkiyə keçən hissəsinin rekonstruksiyası və tamam işlək halına gətirilməsi məsələləri oradan müzakirə olundu və indi artıq orada qatarlar işləyir. Bizi maraqlandıran, bizi ən çox narahat edən əlbəttə Zəngəzur dəhlizidir ki, buna dediyim kimi bunun açılışına dünya dövlətlərinin bəziləri İran, xüsusilə Rusiya mənalı münasibət göstərir.
Amma bütün bunlara baxmayaraq, bu yol gec-tez açılacaq, onun üzərində artıq işlər gedir. Artıq Amerika Birləşmiş Ştatları dövlət büdcəsindən bu yolun bərpasına 400 milyondan dollardan artıq pul ayırır. Və öz nümayəndəsi Aleksandr Sokolovu, səhv etmirəmsə, İrəvana göndərib. Bu adam burada artıq layihələrin imzalanmasını başa çatdırıb və tezliklə güman edirik ki, yolun bərpası və yenidən qurulması işi başlanacaq nəhayət. Naxçıvan Muxtar Respublikası ərazisində qatarı ilə bu gün də buraxmaq olar, çünki yolumuz işləkdir, dağıdılmayıb, sökülməyib. Amma bununla belə, tutaq ki, əgər bizim Naxçıvan Muxtar Respublikası ərazisində qatarlar 40-60 km saatdə sürətlə gedirsə, indi tələb olunan odur ki, bu sürət 120-yə çatdırılsın. Bunun üçün də yol infrastrukturu yenidən qurulmalıdır və bununla da bağlı təbii ki, büdcə ayrımları var, işlər gedir. Türk Dövlətləri Birliyi təkcə, bilirsiniz, bu insan toplumlarıdır və bu insan toplumlarının təkcə necə deyərlər, çörəyə ehtiyacı yoxdur. Həm də bunların mədəni inteqrasiyaya, mənəvi inkişafa böyük ehtiyacları var. Bu baxımdan bizim tarixi bağlarımızın bir daha qaldırılması, yenilənməsi vacibdir. Bu işlə Türk Dövlətləri Birliyinin yaratdığı Türksoy məşğul olur. Mədəni tədbirlər keçirir, tarix şəxsiyyətlərin, diyasi şairlərin yubileylərini keçirir, müxtəlif ödüllər təsis edir, kitablar çap edir, milli Türk dastanlarının yubileylərini qeyd edir, məsələn, Qorqud dastanı kimi, Manas dastanı kimi dastanların müasir əsər çatdırılmasında faydalı işlər görürlər. Orada bir çox başqa qurumlar, iqtisadi qurumlar da var ki, onlar dediyim gibi iqtisadiyyatla. Amma bu birliyin ən mühüm fəaliyyətlərindən biri təbii ki, hərbi sahədə cəmləşir. Artıq müdafiə sənayesi öz fəaliyyətini genişləndirir və müasir silahlar istehsalı ilə məşğul olur. Bilirsiniz ki, indi mən onları tam burada açıqlamaq istəmirəm, amma bugün orduya, bugün dövlətin və torpağın müdafiəsinə lazım olan bütün silahlar demək olar ki, hamısı Türk dünyasında istehsal olunur, genişləndirilir, hətta xarici dövlətlərə də ixrac olunur. Demək, müxtəlif rayonlarda müxtəlif tədbirlər keçiririk və bu Türk Birliyinin önəmli cəhətlərini açıqlayır. Bəzi qonşu dövlətləri, o cümlədən dünyanı idarə edən super gücləri narahat edən məsələlərdən biri də budur ki, Türklər birləşəndə bunların qarşısında heç bir qüvvə dayanıb gedir. Avropa unutmayıb Türk ordularının Viyana şəhərinin qapısında dayanması. Tutaq ki, Volqa boyundan Mətə xanın ordularının Macaristana və daha Avropanın dərinliklərinə, Dunay üzərinə getməsi. Avropalıları unutmayıb, öz tarixinin, necə deyirlər, tərkib hissəsi saymaqda davam edir. Ona görə də Türk Birliyinə yanaşma da, buna münasibət də bir qədər fərqlidir və biz bu təbliğatı apararkən heç də sinəmizə döyüb biz Türk'ük deyib, biz hər şeyə qadirik və hər şeyi eləyəcəyik deməməliyik. Biz dövlətimizə, xalqımıza dost qazandırmağa çalışmalıyıq. Çıxış üçün sözü Sədər Məclis Hakimiyyətinin ərazi təşkilat məsələləri sektorunun böyük məsləhətçisi İbrahim Hənifəzadəyə verir. Bugün Türk Dövlətləri Təşkilatı bir platforma kimi yerləşikləri coğrafiyada həm siyasi, həm də iqtisadi cəhətdən güc mərkəzinə çevrilir. Bugün də vətəndaş
Demək, tribunası qeyri-hökumət təşkilatının xətti ilə Sədərək rayonunda Böyük Türk Birliyinin inteqrasiya perspektivləri mövzusunda belə bir adlar tədbirin keçirilməsinin böyük bir əhəmiyyəti vardır. Qeyd edim ki, Sədərək rayonu həm coğrafi ərazi nöqteyi nəzərdən coğrafi bir məkanlar verişli coğrafi bir məkan deyirlər ki, eyni zamanda Türkiyə ilə 15 kilometrdən sərhəd xəttinə malikdir. Bugün Naxçıvan Muxtar Respublikası qeyd edim ki, Respublikamızın ayrılmaz təşkil hissəsi olaraq strateji əhəmiyyətli bir coğrafi ərazidir. Və qeyd edim ki, dünən ölkə başçımız Cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etdi və sosial şəbəkələrdə və eyni zamanda kütləvi informasiya vasitələrində da Cənab Prezidentin Naxçıvan Muxtar Respublikasına səfəri bilavasitə işıqlandırıldı. Cənab Prezident bilavasitə Naxçıvanda sənaye parkının təmalını həyata keçirdi. Eyni zamanda Park 9 avtobuslarının bilavasitə xəttə buraxılmasına həyata keçirdi və bugün Naxçıvan Muxtar Respublikası artıq enerji ithal edən regiondan enerji ixrac edən regiona çevrilir. Naxçıvan Muxtar Respublikasının getdikcə enerji sahəsində generasiya gücü artır və eyni zamanda Naxçıvanda DOST mərkəzinin bilavasitə açılışı həyata keçirilir və Cənab Prezident dünən Azərbaycan televiziyasına müsahibə verildi və qeyd etdi ki, bugün Cənab Prezident Naxçıvan Muxtar Respublikası ilə bağlı böyük bir iri maliyyə tutumlu sərəncam imzalayacaqdır və Cənab Prezidentin bir sürprizlərini gözləyirik. Cənab Prezident bundan sonra da Naxçıvan Muxtar Respublikası üçün böyük bir sürprizlər həyata keçiriləcəkdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının təmini ilə bağlı Cənab Prezidentin çox böyük layihələri vardır və Cənab Prezident İlham Əliyev Azərbaycan televiziyasına çıxışında da bir daha qeyd etdi ki, 2006-cı ildən bu günə qədər Azərbaycan Dövlət Büdcəsinin vəsaiti hesabına Naxçıvanda çox böyük layihələr həyata keçirilibdir. Naxçıvan Muxtar Respublikasının bilirsiniz ki, turizm potensialı da böyükdür. Ancaq Cənab Prezident qeyd etdi ki, çox təəssüflər olsun ki, bugün müasir dövrün tərəflərinə cavab verən otellər yoxdur və dünən də 530-lu bir otelin tikintisinin bilavasitə təməlini qoydu. Və ümumilikdə qeyd etmək istəyirəm ki, bugün ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın arxasında yalnız ümumilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bir ideologiya durur. Bugün həmin ideologiyada ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Söz verir Sədərək rayon Mərkəzləşdirilmiş Tərəfxana Sisteminin direktoru Kəmal Əliyev. Demək, əslində biz anadan olandan hər bir etnosun, etnik mənsubiyyətə mənsub olan bir insan öz etnosuna qulluq edilməlidir. Bu, yəni, heç bir siyasi qonlu olmamalıdır, heç bir, yəni, sadə bir vətəndaş çoxan belə öz millətinə, öz xalqına, öz dövlətinə xidmət eləməlidir. Qaliyyət Türk dünyasını qurmaq istəmişdir, onu edam elədilər və başqaları çox olubdur. Və Türk dünyasının perspektivlərindən danışaq. Türk dünyasının perspektivləri nədir? Burada söhbət əlbəttə ki, böyük geniş, kifayət qədər genişdir. Təkcə mədəni birlikdən biz danışa bilmərik burada. Bütün birliklər, ictimai birlikdir, iqtisadi birlikdir, nəqliyyatdır, enerjidir, texnologiyadır, geosiyasi çəkisi artan bir əməkdaşlıq olmalıdır. Türk dünyası hazırda üzvlərini İmam müəllim qeyd etdi, hamısı 5 dövlətdir və Türkmənistan müşahidəçidir. Və Macaristan biraz uzaqlaşdı Viktor Orban uzaqlaşması ilə, amma yenə də Türk dünyası geri çəkilməməlidir, öz işlərini görməlidir və hansı şəkildə olur olsun Macaristanı da yaxınlaşdırmalıdır. Macarların da yaxınlarda mən bir musiqisinə qulaq asdım. Bizim Təzərə yalımız o qədər oxuşmuş ki, mən yazdım, Macarca yazdım və Macarca mən tərcümələr edirəm Macarcadan. Macarca yazdım ki, nə qədər də bizim musiqimizə bənzəyib. Yazdılar ki, çünki biz qardaşıq. Həqiqətən biz qardaşıq. Və dövlətlərdən təkcə gözləməməliyik. Dövlətdən yox, həm də özümüz də, hər birimiz fərd kimi də bir işlər görməliyik. Demək, Türk dünyasının qarşısında hansı perspektivlər var? Səfər müəllim qeyd elədi, orta dəhliz və lojistika. Çünki indiki dünyada bu çox önəmlidir, həddən artıq önəmlidir. İkinci, energetika süper regionu. Üçüncü, böyük ortaq bazar potensialdır. Sonra dördüncü olaraq süni intellekt və texnologiyadır. Beşinci, dil və mədəniyyətin yaxınlaşmasıdır. Çünki biz dilimiz də bildik, dinlər bizi ayıra bilməkdir. İndi Türk dünyasının əksəriyyəti müsəlman olsa da bizim xristiyan, hətta bütpərəst düşlərimiz də vardır. Və Çinin içində də
Çinin mərkəzində demək olar ki, özünün mədəniyyəti, dilini, geyimini, hər şeyini qoruyan Uyğur türklərimiz vardı. Və mən bugün qürurla Uyğur gənclərinin mənə göndərdiyi bunlarını daşıyıram. Çünki mən özümdə əlaqələr qurmuşam, oradan Azərbaycandan onlara bir şeylər göndərirəm. Onlar mənə göndərdilər. Əslində bizim aramızda qardaş bağı vardı və qardaş bağı hər şeydən dəyərlidir. Bir də nədir? Geosiyasi demək çəkin artmasıdır. Dünyada bu dəqiqə dünya qeyd elədi, yeni dünya düzəni çoxdan deyilirdi və yeni dünya yenidən qurulur və bu dünyada duruş gətirmək üçün gərək hər şey qatlanasan ki, gələcəkdə var olmaq üçün. Geniş olaraq yayılmış bir mədəniyyəti oğlayan dəstəkləyə bilərlər, amma bu uzun sürə bilməz, uzun davam edə bilməz. Və Türk dünyasının təkcə burada mən zıplayaq saydıqlarını deyil, həm də yeni dünyada insan kapitalı çox önəmlidir. Və insan kapitalı belə nəzərdə tutulur ki, 40-cı ilə qədər Özbəkistanda insan kapitalı daha güclü olacaqdır. Özbəkistanda gənclər daha çox inkişaf edir. Gənclərin demək olmaz ki, gənclik inkişaf edir, həm gənclər dünyaya çox gəlir və Türkiyədə azalma vardır. Amma Özbəkistanda bu çox güclüdür və Özbəkistan ilahi insan kapitalı ilə ödəşir. Biz nəzər salsaq, əgər Çinə, Hindistana insan kapitalı ilə inkişaf edərdilər. Həqiqətən də. Demək, gücün iqtisadiyyatı qoyan Avropa ölkələri oldu Çində, amma neynədir? Çin inkişafın insan kapitalı ilə. Onlar üçün işlərdir, amma özü inkişaf edərdir. Alişar kənd tam orta məktəbinin müəllimi Şəfaq Xəlilовdur. Eyni zamanda bir Türk qızı kimi Türk dövlətlərinin birliyi haqqında olan bilgilərimi, düşüncələrimi sizinlə paylaşmaq istərəm. Sahib olmuşlar. Məhz bu ortaq köşklər bizi bu gündə bir-birimizə yaxınlaşır, əməkdaşlıqlarımızı genişləndirir, həmrəyliyimizi möhkəmləndirir. Bilirik ki, Azərbaycan dövləti Türk Dövlətlər Birliyinin ayrılmaz bir hissəsi olub, daim özü qonşu dövlətləri ilə dostluq münasibətimiz olub, xüsusilə Türkiyə dövləti ilə dostluq münasibəti və qardaşlıq münasibəti illiklə güclənir. Artıq bu dünyada bir missiya kimi nümunə göstərilir, əlbəttə bu da bizim üçün qürur verici haldır. Ümumilikdir, Heydər Əliyevin dediyi kimi biz iki dövlət, bir millət anlayışı bu gün öz aktuallığını qoruyur. Mən çıxışımın əsas məqsədi o demək deyil ki, bizim bugün birliyimizin əsas inkişafı iqtisadi və siyasi əlaqələrdən keçir. Bugün mən bir təhsil işçisi kimi və həmçində bir riyaziyyat müəllimi kimi sizlərə diqqətinə çatdırmaq istəyirəm ki, birliyimizin inkişafında biz təhsil işçilərində rol böyükdür. Belə ki, bizim birliyimizin inkişafı tək şagirdlərimizin dünya görüşündə, onların beynində formalaşdırmaq deyil, biz həmçində onları şəxsiyyət kimi formalaşdırmalıyıq. Türk dövlətlərinin tarixində Azərbaycan torpaqlarının da xüsusi yeri vardır. Azərbaycan əsrlər boyu müxtəlif Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni həyatının mühüm məkanlarından biri olmuşdur. Azərbaycan tarixində Sacilər, Sallarilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular və Səfərlər kimi dövlətlər də mühüm iz qoymuşdur. Xüsusilə Səfərlər dövlətinin yaranması Azərbaycan və region tarixində böyük hadisi idi. 1501-ci ildə Şah İsmayıl Xətainin rəhbərliyi ilə Səfərlər dövləti meydana gəldi. Səfərlər dövründə Azərbaycan dili saray və ədəbiyyat həyatında mühüm növbəyə malikdir. Şah İsmayıl özü Xətai təxəllüsü ilə Azərbaycan türkçəsində qiymətli poetik əsərlər yazmışdır. Yaxın keçmişə, 20-ci əsrə nəzər salsaq, Türk dünyası üçün həm ağır, həm də dönüş nöqtəsi olan bir dövrdə imperiyanın dağılması, siyasi sərhədlərin dəyişməsi və müxtəlif xalqların müstəqillik uğrunda mübarizəsi Türk xalqlarının tarixində yeni mərhələ yaratdı. 1991-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkmənistan müstəqillik qazandılar. Bu gün Azərbaycan Türk dünyasının ayrılmaz hissəsi kimi öz dövlətçilik ənənələrini, dilini və mədəniyyətini yaşar. Azərbaycan müstəqilliyi yalnız bizim üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Bugün Türk dövlətləri yalnız ortaq tarixlərini xatırlamaqla kifayətlənirlər. Onlar təhsil, mədəniyyət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edir ki, təhsil sahəsində əməkdaşlığın inkişafı gələcəkdə Türk dövlətləri arasında daha da güclü, humanitar və iqtisadi əlaqələrin formalaşmasına mühüm töhfə verilər. Əsas məqsəd yalnız tələbə mübadiləsi deyil, Türk dövlətlərinin təhsil sistemləri arasında əlaqələrin gücləndirilməsi və gənclər arasında ortaq dəyərlərin formalaşdırılmasıdır. Bu baxımdan gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Biz öz tariximizi bilməli, ana dilimizi qorumalı, milli mənəvi irsimizə sahib çıxmalı və eyni zamanda müasir elmi texnologiyanın və təhsil imkanlarından istifadə etməliyik. Bu, Türk dünyasının minilliklərdən gələn tarixi yaddaşı gələcək nəsillərə ötürsün. Ortaq mədəniyyətimiz yaşasın, dövlətlərimiz müstəqil və güclü olsun. Xalqlarımız arasında dostluq və əməkdaşlıq daha da möhkəmlənsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sağ olun.